Özünüzü mən belə reaksiya gözləmirdim. Əslində güman edirdim ki, adi mövzulardan birinə toxunmuşam. Amma zənni məni aladıbmış. Görünür, adi deyilmiş. Düzdür, hamı bu mövzuda danışmırmış, amma hamı bu mövzuda susurmuş. Məhz hesabatdan sonra bütün Qafqazın şeyxi Hacı Alaşkur Paşazadənin sədrliyi ilə böyük bir toplantı keçirildi. Fətva verildi. Azərbaycanın aldadılmış kəvakiblərinin uzaq ayparaların yanında bərq vurmasına sərt münasibət bildirildi. Bəzi məscidlərin öz minarələrini başqalarının içinə soxması barədə faktlar səsləndi. O da məlum oldu ki, bəzi məscidlər əvvəlcə Allah ibadı ilə yaranır, amma sonra lənət şeytana. Ardınca dediklərimizi öz üzərinə götürən, din qabığına girmiş meşə qardaşları kimi bir neçə təşkilatdan dövlətimizin ünvanına terror təhdidi gəlir. Deməli, həyəcanımıza səbəb varmış. Deməli, bir əlini niyyət duası ilə qulağının dibinə aparan bəzi qardaşların o biri əli altdan bükülübmüş və bu bükülmüş ovuçda Allah, bəlkə də şeytan bilir nələrsə saxlanılır. Deməli, dövlətimizin içəridə düşmənləri varmış. Amma Azərbaycanın Daxili İşlər və Milli Təhlükəsizlik Nazirliklərinin sərt bəyanatları bir daha göstərdi ki, öz gücünə inanan dövlətimiz də var. Bir sözlə bizi, aynısı, dövləti və şeyxi öyən də oldu, söyən də. Bəzi internet uşaqları nələrsə yazdılar. Öz aləmlərində güya hədə qorxu gəldilər. Xəbərdarlıq elədilər ki, bizi cənnətlərinə buraxmayacaqlar. Buyursunlar, mən onsuz da onların cənnətinə istəmirəm. Bəzi məscidlərin günbəzlərinə, minarələrinə qonaraq əbalarını qanat kimi yelləyən molla göyərçinlərimizin qəflətən dinc və sülhpərvər varlıqlara çevrilmələrinə, qan tökülməsin deyə güya hətta sünnəti belə lazerlə etməyə tərəfdar olmaqlarına təbii ki, mən inanmıram. Onlar şübhəsiz ki, uşaq başı peyləyər, beşdin açarlarını çoxaldaraq sadəlöv çocuklara təklif edə bilərlər, amma daha mənə yox. Elə buradaca vətəndaşlarımızın beynindəki coğrafi ərazini, mücərrəd əqidə ərazisinin xeyrinə dəyişmək, bu ərazinin sərhədlərini uzaq Suriyaya qədər genişləndirmək istəyən qüvvələrin təsdiqatına aparaq. Azad, sakit, üzü inkişafı və qibliyə bürünmüş yaşayan Azərbaycanda dini təfriqəçiliyi kim salmaq istəyir və niyə ay hacca gedən hacıların hacısı yaman olur şirindirin hacısı? Niyə Azərbaycanda dini zəmində münaqişə, müharibə yaratmaq istəyirsiniz? Bu kimə lazımdır? Bu kimə lazım ola bilər? Səbəbi əslində hamı bilir. Səbəb Azərbaycanın müstəqilliyidir və bu müstəqillik artıq bir sıra dövlətlərə ciddi şəkildə mane olur. Bir neçə gün əvvəl Prezident İlham Əliyev Milli Qəhrəman Çingiz Mustafayev Fondu və aynı şirkətlər qrupundan ilin adamı mükafatını qəbul edərkən demişdi. Son həftəyə qədər Şahdəniz 2 layihəsinin imzalanması hələ də sual altındaydı. Baxmayaraq ki, 17 dekabr tarixi də müəyyən edilmişdir bir neçə ay ondan əvvəl, baxmayaraq ki, qonaqlar da dəvət edilmişdir və bütün tədbirlər də hazırlanmışdır. Ancaq müəyyən müdaxilələr hesabına son həftəyə qədər layihənin imzalanması hələ ki dəqiq bəlli deyildi. Söhbət 21-ci əsrin müqaviləsinin imzalanması ərəfəsində Azərbaycanın məruz qaldığı təzyiqdən geçdi. Sonra biz bu təzyiq rişaqlarını axtarmağa başladıq və təxminən tapdıq da. Mən deyərdim ki, orada müdaxilə edənlər qazı çox olan tərəflər. Deməli, fəlsəfə açmağa ehtiyac yoxdur. Məsələn, götürək şimal qonşumuzu. Doğrudur, Rusiya Azərbaycanın strateji müttəfiqi kimi müəyyən müsbət addımlar atır. Məsələn, iki ölkə arasında vizasız gediş-gəliş rejimi var. Beynəlxalq tədbirlərdə bir sıra mühüm məsələlərdə Azərbaycanla eyni və ya demək olar ki, eyni mövqedən çıxış eləyir. Amma hər bir dövlətin öz maraqları var. Azərbaycan isə artıq Rusiyanın neft-qaz bazarına girib. Burada söhbət konkret olaraq monopolist Rusiyanın itirdiyi real nüfuzdan və böyük pullardan gedir. Təbii ki, o bu itkilərlə asanlıqla barışmır. Və ya cənub qonşumuz, nəhəng neft-qaz ölkəsi İran İslam Respublikası. Bu ölkədə tarixi qonşu strateji müttəfiq, müstəqilliyimizi ilk tanıyan dövlətlərdən biri olmaqla, xüsusilə İslam Konfransı təşkilatında rəsmi Bakını ardıcıl müdafiə edir. Azərbaycanın üçüncü dövlətə öz ərazisindən İrana qarşı istifadə etməyə yol verməyəcəyi barədə götürdüyü ötəlikdən sonra isə Tehranın Bakıya etimadı artıb. Amma yenə də dövlət dövlətdir. O ilk növbədə öz maraqlarını qorumalıdır və özü güclənməlidir. Güclənməlidir ki, qonşularından, o cümlədən Azərbaycandan güclü və qüdrətli olsun, varlı olsun. Bu baxımdan İran istisna deyil. Burada yaşayan 25-30 milyondan artıq din-bir, dil-bir qardaş bacımız bizim Azərbaycanı bir mayak kimi görür və bu mayakın işığı İranda kimlərinsə gözünü qamaşdırır. Səudiyyə Ərəbistanı. Bu ölkə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Qarabağ məsələsində yanımızdadır. Azərbaycan müsəlmanlarının həc ziyarəti üçün həmişə xüsusi qayğı və yanaşma nümayiş etdirir. Qibləmiz Səudi Ərəbistanındadır və Azərbaycan nadir müsəlman ölkələrindəndir ki, onun zəvvarlara kvota ayrılması ilə bağlı problemi olmur. Amma bu dövlətin də öz maraqları başlayan yerdə Azərbaycanın maraqları bitir.
Səudiyyə Ərəbistanı da daxil olmaqla neft və qaz şirlərinin səltənətində Azərbaycanın birdən-birə kəhli kimi incə səslə qaqqıldaması ümumi tonu pozmur və əsas təriqəti Vahabilik olan Səudiyyə Ərəbistanı Azərbaycanda niyə öz əqidə dostlarını çoxaltmasın? Cənnətə gedənlər özünə yoldaşı Azərbaycanda niyə axtarmasın? Azərbaycanı bütün sahələr üzrə ardıcıl tənqid edən Əl-Cəzirə telekanalının məxsus olduğu Qatar dövləti də Azərbaycanı ilk növbədə bir rəqib kimi görür. Bakıdan və Bakıya uçan təyyarələrindəki sərnişinlərimizə göydə dua oxusa da ayaqları nəhayət yerə və öz yerinə dəyməli olur. Qatar dünyanın ən nəhəng təbii sərvətlərə, o cümlədən enerji ehtiyatlarına malik olan dövlətlərindən biridir və beləliklə daha bir təzyiq mənbəyi. Balaca bir ölkənin, Azərbaycanın birdən-birə nəhənglərlə kəllə-kəlliyə gəlməsini bu nəhənglər elə-belə həzm eləməyəcəklər. Bax, elə buna görə də Azərbaycan hər addımda istiqlal imtahanına çəkilir. Biz indi biraz əvvəl adlarını çəkdiyimiz dövlətlərdən tələb etməli deyilik ki, Azərbaycanda işləri olmasın. Hər bir dövlətin kəşfiyyatı, əks kəşfiyyatı, bu və ya başqa dövlətdə casusları olur. Bu onların işləridir. Onlar müdaxilə etməlidir. Bizim də öz işimiz var. Bir vətəndaş və bir dövlət kimi. Biz də müdafiə etməliyik, müdafiə olmalıyıq. Müstəqillik təkcə vətəni yox, həm də vətəndaşı qorumaqdır. Bəs vətəndaş necə qorunur? Ötən həftə Azərbaycan uğrunda 2 zabitimiz şəhid oldu. Amma Suriya uğrunda 3 vətəndaşımız həlak oldu. 2-3 qüvvətin xeyrinə. Suriyaya gələcək döyüşlər üçün məşqə, Allah adına güya eşqə, yoxsa sadəcə pul qazanmaq üçün Dəməşqə gedənlər bəlli deyil. Hər halda gedirlər və Azərbaycan Suriyada ölməyi seçənlərin qarşısını ala bilmir. Bu çətindir. Daxili İşlər Nazirliyi də etiraf edir ki, kimin yaşamağa, kimin ölməyə getdiyini ayırt eləmək qeyri-mümkündür. Suriyanın həmsərhəd olduğu ölkələrə baxaq. Şimalda Türkiyə, şərqdə İraq, cənubda Fələstin və Yordaniya, qərbdə Livan. Azərbaycanlılar arzularının behiştinə, yəni Suriyaya əsasən Türkiyə-Suriya sərhədinin nəzarətsiz hissəsindən düşürlər. Onda belə çıxır ki, Türkiyəyə gediş-gəliş sərtləşdirilməlidir. Bəs bu necə edilməlidir? Onda bəs Türkiyə və Azərbaycanın bir millət, iki dövlət fəlsəfəsi necə olsun? Bəlkə Azərbaycan və Türkiyə arasında hansısa sənəd imzalanmalıdır ki, bu sənəd iki ölkəyə Suriya ilə sərhəddə birgə nəzarət etməyə imkan versin. Hələlik isə ortada böyük bir boşluq var və bu boşluğa artıq 103 vətəndaşımız düşüb və düşməkdə davam edir. Sələfi, Vahabi, Həvaric, Nurçu, təkfirçi fərqi yoxdur. Bu boşluğa yuvarlanan Azərbaycan vətəndaşıdır. İndi isə studiyamızda söhbətimizi dini qurumlarla iş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılovla və Bakı Dövlət Universitetinin İlahiyyat Fakültəsinin müəllimi Aqil Şirinovla davam elətdirəcəyik. Mövzu elə həmin mövzudur. Gündüz müəllim, birinci sualımı elə sizə vermək istəyirəm. Bu, Azərbaycanda məscidlərin qeydiyyatı necə aparılır və bu günləri bizdə qeydiyyatdan rəsmən keçmiş neçə məscid var? Bu günə qədər qeydiyyatdan keçmiş dini icmaların sayı 588 dini icmadır. Qeydiyyat prosesinə gəlincə isə bu dini etiqad azadlığı haqqında qanundan tənzimlənir və qanuna əsasən qeydiyyatdan keçmək üçün İslam təmayülli dini icmalar mütləq məsciddə hüquqi ünvan kimi göstərməlidirlər və məsciddə qeydiyyatdan keçirlər. Bunun üçün 50 nəfər bir araya gəlməlidir ən azı. Təsisçilərlə bağlı, o cümlədən Qafqaz Müsəlmanları İdarəsinin təqdimatı da olmaq şərti ilə sənədlərini Dövlət Komitəsinə təqdim eləməlidirlər. Faktiki olaraq bu günə qədər qeydiyyatdan keçmiş dini icmaların fəaliyyəti, onların işlərinin qurulması, təbii ki, bunlar təşkilati məsələlərdə Qafqaz Müsəlmanları İdarəsinə tabi olmaq şərti ilə bu qanun tələbidir. Digər məsələlərdə Dövlət Komitəsi ilə bu dini qurumların fəaliyyətini həm nəzarətə həyata keçirir, həm onlarla bircə iş aparır və fəaliyyət bu şəkildə tənzimlənir. Bütün Qafqazın şeyxi Hacı Alaşur Paşazadə sonuncu toplantıda bildirdi ki, bir sıra məscidlər var ki, onlara axund, imam təyin etməyib. Bunu belə başa düşmək olarmı ki, o məscidlər qeyri-qanuni fəaliyyət göstərirlər? Yenə də burada istinad qanunadır. Dini etiqad azadlığı haqqında qanunun 12-ci maddəsinə əsasən dini qurumlar yalnız dövlət qeydiyyatına keçdikdən sonra eyni zamanda həmin dini icmiyə Qafqaz Müsəlmanları İdarəsi tərəfindən din xadimi təyin edildikdən sonra fəaliyyət göstərə bilərlər. Faktiki olaraq bugün kifayət qədər məscid var ki, dövlət qeydiyyatından keçməyib və onun da imam axundu yoxdur. Lakin biz məsələni bu şəkildə qoyub qeydiyyatdan keçməyən bütün məscidlərin fəaliyyətinin dayandırılması prinsipi ilə məsələyə yanaşmanı doğru saymırıq.
Biz faktiki olaraq bugün üçün bizim hədəfimiz həmin bütün məscidlərdə dini qurumların dövlət qeydiyyatına alınması, bütün məscidlərin dini icmasını formalaşdırması istiqamətindədir. Çünki faktiki olaraq praktika və təcrübə onu göstərir ki, məscidlərdə dini icmalar fəaliyyət göstərdiyi təqdirdə yad təsirlərin məqsəd uyğun olmayan dini qrupların həmin məscidə nüfuz etmə imkanları olmur. Bu baxımdan ən doğru variant, o cümlədən qarşıya qoyulmuş hədəf bundan ibarətdir ki, bütün məscidlərin dini icmaları formalaşdırılsın. Aydın tutaq ki, indi dini icmalar formalaşmayıb. Bu məscidlərə toplaşan insanlar özlərinin dini icma kimi perspektivlərini görmürlər və belə qərara gəlirlər ki, pərakəndə şəkildə ibadət edəcəklər. Və bu insanların ibadəti üçün seçdikləri yer, bayaqları sizin adını çəkdiyiniz icma kimi toplandıqları yer, mənim adını çəkdiyim məscid adlandırdığım ərazilərdə bunlar yığılırlar, ibadətlərini eləyirlər. Amma eyni zamanda biz onların ibadətlərində tutaq ki, toplanışların məqsədlərində dövlət üçün təhlükəli zərəri nələrsə görürük. Və dövlət müdaxil eləyir, onların ibadətinin qarşısını müəyyən mənada alır və yaxud onların ibadətinə hansısa bir şəkildə yasaq qoyur, yəni həmin ərazilərə buraxmır. Bu insanlar ibadətlərini harada eləməlidirlər onda? Əgər bir məsciddə, əlbəttə ki, burada ibadətin həyata keçirilməsindən asılı olmayaraq, bir məsciddə deyək ki, radikalizm meyilləri varsa, həmin məsciddə aparılan dini söhbətdə radikallıq meyilləri varsa və yaxud da ki, hansısa bir şəkildə həmin məsciddə qanun pozulması halları müşahidə edilirsə, bununla bağlı keçirilən tədbirə də həmin məsciddə toplaşanların məzhəbinə və tərəqqətinə görə müdaxilə kimi qəbul edilməməlidir. Ola bilər ki, hətta elə məscid olsun ki, orada heç radikalizm və yaxud da ki, ekstremizm hansısa bir əlamət olmasın, amma qanun pozuntusu olsun, həmin məsciddə ki, mövcud fəaliyyətlə bağlı, fəaliyyətin tənzimləməsi ilə bağlı qərar qəbul edilsin. Kim qərar qəbul edir? Təbii ki, burada aidiyyatı qurum dedikdə, dövlət komitəsi həmin məscidlə bağlı hüquq mühafizə orqanları qarşısında məsələ qaldıra bilər. Əgər problemin həlli öz səlahiyyətli daxilindədirsə, özü həll edə bilər. Eyni zamanda Qafqaz Müsəlmanları İdarəsi ilə birlikdə məsələyə müdaxilə edə bilər. İstənilən halda hüquqi prizmadan qeydiyyat məsələsindən asılı olmayaraq dini fəaliyyət sahəsinə müdaxilə etmək, belə deyək, bizim həm səlahiyyətlərimiz, həm hüquqlarımız buna kifayət qədər var. Təşəkkür edirəm. Aqil müəllim, mən söhbəti biraz uzaqdan başladım. Əvvəla bu məscidlərə toplaşan insanların söhbət yalnız dini yollarına getmir, həm də coğrafi yollarına gedir. Çünki bir qrup insanlar Azərbaycandan çıxıb gedirlər. Konkret olaraq biz bu həftə bu barədə bir neçə reportaj vermişik. Həm xəbərlər proqramlarımızda, həm hesabatda bu barədə keçən dəfə danışdıq. Məsələn, Suriyada gedib döyüşürlər. Və onlar doğrudan əmindirlər ki, o dünyada onların yeri behişt olacaq. Bu insanların təsəvvürünün dəqiq bu istiqamətə yönəltməsini əsaslandıran hansısa bir ilahi argument tezis var, yoxsa insanlar sadəcə yanıla da bilərlər və həlak ola bilərlər və görərlər ki, yox, düz gəlməmişik, sən demə cənnət bura deyilmiş, məsələn. Şübhəsiz ki, bunun bir çox səbəbləri var, Şahin müəllim. Konkret dini səbəblərə gələndə və ya bunların dini mətnlərinin özləri üçün götürdükləri argumentlərə gəldikdə, dini mətnlərdə bunların görüşlərini zahiri olaraq, yəni görünüş etibarilə bunların görüşlərini dəstəkləyən mətnlərə rast gəlmək mümkündür. Lakin belə düşünürəm ki, bunlar kontekstdən çıxarılmadı. Yəni nə baxımdan kontekstdən çıxarılmadı? Məsələn, Quran-ı Kərimin bir çox yerində biz müşriklərlə, yəni ilk dövrdə Həzrəti Peyğəmbərlə mübarizə aparan Məkkəli bütpərəstlərlə mübarizədən bəhs olunduğunu görürük. Və bu mübarizədə möminlərə dəstək verilir və bu dəstəyin nəticəsində onların cənnətə gedəcəyi müjdələnilir. Yəni konkret olaraq bu ayələrin səbəbi nüzul dediyimiz emmə səbəbi var. Emmə səbəbi nədir? Müəyyən bir kontekstdir. Yəni Peyğəmbərimiz dövründə olan müşriklərlə olan mübarizədir. Lakin biz bu kontekstdən bunu qoparsaq və o dövrdə deyil, bugünə bunu daşısaq ki, bu bir çox yanlışdır. Niyə? Çünki hər ayənin özünün konteksti var. Və bu kontekstdən qoparıb günümüzə daşısaq, qarşımızdakını da bu şəkildə Məkkəli müşriklərə bənzədib, onlarla mübarizə aparmağa çalışsaq, onda sizin dediyiniz nəticələrə gəlib çıxa bilirik biz. Yəni, Quran-ı Kərimdə konkret bəşər Əsəd haqqında heç nə yoxdur. Şübhəsiz ki, yoxdur. Bəşər Əsədə qarşı vuruşan insanların bu vuruşu, savaşı zəruri eləyən hansı argumentləri var? Təriqət nöqteyi nəzərlə mən soruşuram. Mənə elə gəlir ki, bu birinci növbədə Azərbaycandakı ənənəvi dindarlığın zəifliyinin nəticəsidir. Yəni bizim tarix boyunca formalaşan təriqətindən, məzhəbindən asılı olmayaraq ənənəvi bir dindarlığımız vardı.
ənənəvi bir din anlayışımız var idi. Və bu din anlayışı 20-ci əsrdə xeyli zəifləməyə başladı. Bunun obyektiv səbəbləri var və subyektiv səbəbləri var. Xüsusilə Sovet dövründə xüsusi şəkildə ənənəvi din anlayışı və bu din anlayışının daşıyıcıları olan din xadimlərimizin məqsədyönlü şəkildə xalqın gözündən salınması siyasətini yürüdüldüyünü görürük. Və bunun nəticəsində ənənəvi dindarlıq zəiflədi və zəifləməklə yanaşı ənənəvi dindarlıq ancaq yas çərçivəsinə salındı. Və bu yas çərçivəsinə salınmış, o çərçivədən çıxa bilməyən ənənəvi dindarlığımız və bu dindarlığın daşıyıcıları olan din xadimlərimiz belə deyək, artıq xalqın din anlayışını qarşılamada yetərsiz oldu. Yetərsiz olandan sonra Azərbaycandan deyil, Azərbaycandan kənarda fəaliyyət göstərən və onların kontekstində və onların belə deyək milli kimliyinin bir parçası olan qrupların və bunların da bir qismi radikal qruplardır, Azərbaycana gəldiklərini və bir çox insanımızı bu yolla dindarlığa sövq etdiyini görürük. Təşəkkür ederim Adil müəllim və sonuncu sualımı sizə vermək istəyirəm Gündüz müəllim. Bu necə bilirsiniz, necə eləmək olar ki, Azərbaycanlı nəzərə alsaq ki, həm də bu günləri Gənclər Günüdür. Azərbaycan gəncləri güclü millətçi olsunlar, dindar kimi də elə o millətçiliyə layiq olsunlar. Tutaq ki, eyni zamanda həm millətçilik nöqteyi nəzərindən, həm də dindarlıq nöqteyi nəzərindən o dərəcədə güclənsinlər ki, eyni icazəsizliklə gedib Qarabağda vurursunlar. Çünki bizim doğrudan da əslində mübarizə aparacağımız cəbhə Qarabağ. Təbii ki, qısa bir müddətdə gözlənilən, daha doğrusu arzu edilən nəticənin əldə edilməsindən gedirsə, burada yalnız bu sahəyə aidiyyəti olan qurumların fəaliyyətinin belə deyək, koordinasiya şəklində, koordinasiya edilmiş şəkildə fəaliyyətinin gücləndirilməsindən, eyni zamanda bununla bağlı təbii ki, ictimai belə deyək, fikrin formalaşdırılması bugün üçün çox aktualdır. Yəni, konkret olaraq, məsələn, son dövrlərdə bu sahə ilə bağlı ictimai rəyin formalaşmasını mən düşünürəm ki, bu məsələyə xeyli dərəcədə təsir oldu. İstər-istəməz cəmiyyətin bu məsələyə reaksiyası, istər-istəməz ziyalı təbəqənin bu məsələyə reaksiyası, istər-istəməz dindar kontingentin bu məsələyə reaksiyası son nəticədə işin müsbət istiqamətdə yönəlməsinə təsir göstərir. Amma qeyd etdiyiniz kimi bu yalnız qısa bir müddət üçün keçərlidir. Böyük mənada, böyük müddət üçün biz qeyd etdiyim kimi daha geniş, daha böyük masştabda tədbirlər həyata keçirməliyik. Təşəkkür ederim Gündüz müəllim. Çox sağ olun Adil müəllim. Xatırladım ki, studiyamızda biz Azərbaycanın vətəndaşlarının xarici ölkələrdə gedib Azərbaycan üçün yox, məhz xarici ölkələr üçün həlak olmasının səbəblərini dini kontekstdə araşdırırdıq. Qonaqlarımız dini qurumlarla iş üzrə Dövlət Komitəsi sədri müavini Gündüz İsmailov və Bakı Dövlət Universitetinin İlahiyyat Fakültəsinin müəllimi Aqil Şirinov idi.